Bəzən bir ölkənin taleyi güllə ilə yox, bir imza ilə dəyişir. 20-ci əsrin əvvəllərində Britaniya imperiyası öz nəhəng donanması üçün neft axtarırdı. Onlar bu nefti İranda tapdılar. Britaniyalılar şirkət yaratdılar. Bütün neft yataqlarını konsesiya ilə ələ keçirdilər. İran isə nə vergi alırdı, nə də öz neftindən istifadə edə bilirdi. Hətta paradoksal olaraq İranlılar nefti SSR-dən almağa məcbur idilər. Bir nəfər buna son qoymaq qərarı verdi. İranın baş naziri Məhəmməd Müsəddiq. O dedi, bu neft İran xalqına məxsusdur və nefti milliləşdirdi. Məhz bundan sonra kabus başladı. Amerika Mərkəzi Kəşfiyyat İdarəsi gizli əməliyyat həyata keçirdi. Məmurlar rüşvətlə ələ alındı, zabitlər hədələndi, xalq arasında süni ixtişaşlar yaradıldı. Nəticədə Müsəddiq devrildi. Hakimiyyətə ABŞ-ın marionetkası olan şah geri qaytarıldı. Baş nazir postuna isə vaxtilə nasistlərlə əməkdaşlıq etmiş bir general gətirildi. İran nefti geri alındı, amma etibar yox. Və yaxın şərq bir daha əvvəlki kimi olmadı. Tarix bizə bunu öyrədir. Böyük güclər məğlub olmur. Onlar səbr edirlər.